Yeni vlogdan hamını salamlayıram. Artıq gördüyünüz kimi dırnaqlarımı da özümü sökmüşəm. Çünki dincəlmək vaxtı artıq gəlmişdi. Çox zədələnmişdi. İstədim bir müddətlik 8+1 lakından qoyum. Bu arada bugün səhər oyanır-oyanmaz planladıq ki, bacımgilə yollanaq. Ona görə də ilk işim çantanı yığmaq oldu. Biz bacımgilə gedəndə 1-2 saatlıq getmədiyimiz üçün yanımda nə lazımdırsa onları götürürəm. Hətta daha artıq şey götürürəm. Məsələn, daban kremimi. Bu arada uzun zamandır ki, qulağım ağrıyır, piercing elətdirdiyim qulağım. Ona görə də dərmanlarını da yanımda götürdüm. Sonra istədim oğlumun paltarlarını yığım. Nə olar nə olmaz deyib mütləq yanımda hər zaman ən azı 2 dəst götürürəm. Oğlum 1 yaş 4 ay olsa da mən harasa gedəndə mütləq böyük bir çanta götürürəm. Çünki hər şeyi götürmək məni rahat hiss etdirir. Bilmirəm siz övladınızı necə geyindirirsiniz, ancaq mən nə olursa olsun mütləq kalolka geyindirirəm. Çünki elə istəyirəm ki, bütöv olduğu üçün bu onu daha isti saxlayır. Belə daha rahat oluram. Yəni mən nazik geyindir, uşaq öyrənsin kimi sözlərin tərəfdarı deyiləm. Çünki uşaq bədəndir və üşüyür, xəstələnir. Ona görə də mən qalın geyindirməyə çalışıram. Onsuz da tərləməyindən bilirəm ki, əyni qalındır, naziklədirəm. Ona görə də mənim üçün qalın geyindirmək problemi yoxdur. Bu çantanı da mən Iğdırda olanda Svakikdən almışdım. Uzun müddət istifadə edirəm, çox razıyam. Düzdür, bir rənginə görə çirklənir, o da problem deyil, tez-tez yuyuram. Videoda göstərdiyim isə mənim daban üçün kremimdir. Mən çox razıyam. Əgər sizin də ayağınızda çatlar və ya narazılığınız vardısa, alıb istifadə edə bilərsiniz. Artıq bacımgilə gəlib çatdıq. Bu arada bu mənim bacımgilin həyət evidir, ancaq burada daimi olaraq yaşamırlar. Ona görə də burada əşya da azdır, hər bir şey azdır. Arada bir əsasən də yay aylarında gəlib baş çəkirik. Bilmirəm siz də eləsiz ya yox, ancaq mən aş yeməyini aşırı sevirəm. Bu arada bu göyərtləri təzə yumuşduq, suyu hələ çəkilməmiş deyə məcbur süd kəsdi ortaya qoymalı olduq. Düşündük ki, hazır hamı bir yerdəykən axşam bunu qeyd eləyək və yollandıq marketə. Bir insan üçün zərərli olacaq nə qədər şey vardısa, bugünkü alış-verişimizdə hamısını biz aldıq. Əşi, bir gecəlikdə onsuz da deyib başladıq alış-verişimizə. Zaten bu bizim klassik sözümüzdür. Sabahdan onsuz da diyetadayıq. Bu arada arxa fonda verilən musiqinin səsini almaq məcburiyyətində qaldım. Çünki YouTube belə hallarda telif haqqı verir və bir neçə telif haqqından sonra səhifə bağlana bilər. Mən də risk eləmədim, sözün açığı. Əslində düşünürdüm ki, bu vlogu biraz daha uzun çəkim. Sadəcə günümüz o qədər xoş keçmişdi ki, mən sözün açığı çəkməyi unutmuşdum. Mən keçən dəfəki market alış-verişimdə Bioplus şampununu götürmüşdüm. Ancaq fikirləşdim ki, hazır gəlmişəm, bir ədəd də götürüm. Çünki bu market bizim evə uzaqdır. Maska eləməkdə tənbəllik eləyən biri olaraq məndən hər zaman şampunlanmaq daha rahat gəlir. Əslində saç uzatmaqda ən effektiv yolun biberiya suyu olduğunu bilirəm. Hətta evdə bacım da istifadə edir. Ancaq mən bir dəfə istifadə edirəm. Növbəti gün yadımdan çıxır və belə də maska eləmək olmaz deyib yarıda saxlayıram. Alış-verişimizi də eləyib yollanırıq evə. Bu arada yolda loteriya gördük. Yeni də bəxtimizi sınamaq istədik. Əlbəttə ki, şans bizim üzümüzə gülmədi və heç bir uduş qazanmadıq. Nəysə, bu da belə olsun. Hər kəsin bir qisməti var və qismətdən artıq, necə deyərlər, yemək olmaz. Və evə çatar-çatmaz ilk işim Eveline lakından istifadə etmək olur.
Normalda üzərində istifadə qaydası yazılıb, ancaq mən öz bildiyim kimi istifadə edirəm. 3 gün ard-arda bir qat istifadə edirəm. 4-cü gün silirəm, dincəlmə verirəm və 5-ci gün yenidən növbəli şəkildə lakdan istifadə edirəm. Müalicə kimi 2 həftə istifadə olunmalıdır. Mən də elə eləyəcəm və dırnaqlarım biraz özünə gələndən sonra təkrar şəllaka getməyi düşünürəm. Kim nə deyirsə desin, mənim üçün dırnağın, əlin gözəl görünməyi həqiqətən önəmlidir. Ən azından qadının əli kişi əlindən seçilir və seçilməlidir də. Yəni fərqi yoxdur evdə qoyulan lak, yoxsa salonda mı qoyulan lak. Əsas odur əllər baxımlı olsun. Məsələn, mənim əlim bir həftədən çoxdur ki, laksızdır, ancaq mən sədəflərimin yaxşı olmağına baxmayaraq yenə də bəyənmirəm. Əsasən də üzük taxanda əlimi heç cürə bəyənmirəm laksız. Nə olursa olsun lakı sevirəm. Dediyim kimi fərqi yoxdur ev şəraitində qoyulan lak, yoxsa salon şəraitində qoyulan lak. Yorğun bir günün sonunda çay dəmləyib, çayımızı içib düşünürük ki, artıq evə yollanaq, çünki saat artıq gecə olubdu. Mənim bir orqanayzerim olduğunu xatırlayıram və düşündüm ki, boşda qaldığını onu stokladım məhsullarda istifadə edirəm. İstər bədən spreyi, istər üz üçün serumlar, fərqi yoxdur, istər ətir olsun. Bu arada mənim ətirlərimin 90% başdadır. Burada aldıqlarım cüzi bir qismidir. Stokladım hər bir məhsulu, düşündüm ki, elə bu orqanayzerə yerləşdirim. Mən endirimdə görürəm və hər şeydən bəzən 2-2, bəzən 3 alıram. Bu arada onu da qeyd edeyim ki, mənim istifadə elədiyim Koryako və Skin 401 məhsullarından çox razıyam. Üzümdə kəskin dərəcədə fərqlər var. Deyəcəksiniz ki, fərq nədədir? Bu arada mənim üzüm elə ləkəli olmasa da cüzi yerlərdə ləkələrim var idi. Onların hər biri artıq demək olar ki, yoxdur. Mənim üçün üzümdə 2 problem var idi. Bunlardan biri rəng bərbərliyi idi, biri də gözenəklərdir problem. Artıq onların da heç biri yoxdur. Çünki istifadə elədiyim serumların nəticəsində. Bu arada gözümə istifadə elədiyim fırçalardan birini sən demə oğlum yerə atmış və üzərinə toz mikrob qonduğu üçün mən də bilməyərəkdən gözümə istifadə etmişdim. Gözümə mikrob qaçmışdı və mən də o qədər qaşımışdım ki, artıq yara eləmişdim. Düşündüm ki, kargolarımı götürüm, həm də aptekə gedim, dərman alım gözüm üçün. İnanın mənə, insan üzündə göz o qədər həssas bir yerdir ki, və çox qorxmuşdum ki, başqa nə isə olar. Şükür ki, problem daha da böyümədi. Aptekdən dərman aldım. İndi sizə də o dərmanı göstərəcəm. Mən istifadə elədim, sözün düzü çox razı qaldım. Düzdür, dərman məsləhət vermək biraz riskli bir işdir, həm də həkim işidir. Ancaq istənilən aptekə və yaxud istənilən həkimə getsəniz, gözünüzə mikrob düşübsə, sizə bu dərmanı tövsiyə edəcəkdilər. Evə gələr-gəlməz ilk işim kargolarımı açmaq oldu. Bu dodaq boyasını çoxdan almağı düşünürdüm. Sadəcə qiymət hədsiz dərəcə şişirdilmiş idi. Mən həm endirim kodundan, həm də dodaq boyasının öz kodundan istifadə edib endirimdən yararlandım və çox uyğun qiymətə tam-tamına 11 AZN aldım bu dodaq boyasını. Bu ətəyin ağ rəngini almışdım, qara rəngini də aldım. Qiyməti 11 AZN-dir. Qiymətləri ona görə deyirəm ki, əgər almağı düşünürsünüzsə, qiymətləri tutuşduraraq aradakı fərqi görə bilərsiniz. Çünki bu ətəklərin qiyməti nə qədər qalxsa da, sonra yenidən öz qiymətinə qayıdır. Əvvəlki vloglarda demişdim, mən oğlum üçün aldığım geyimlərin hər birini 2-3 razını böyük alıram. Buradakı məqsədim alım gələndə geyinsin yox, əyninə salaş olsun deyə. Çünki oğluma salaş geyinmək çox yaraşır. Mən razmerləri bu cür sifariş verirəm. Sonra düşündük ki, biraz həyətdə oturaq, çünki hava çox xoşdur. Amma gözləmədiyimiz bir şey oldu. Hava xoş olsa da anidən yağış yağmağa başladı. Ancaq yenə də yaz yağışı idi. Ona görə də çox çəkmədim. Təkrardan günəş çıxdı. Bu şirniyyatların isə heç biri evdə bişmə deyil. Evdə bişirilənlərin hər birini yeyib çoxdan bitirmişik. Marketdən almışdıq, ancaq marketdən alınan heç bir şirniyyat evdə bişən şirniyyat qədər dadlı olmur. Çünki həm ərzaqlara görə, həm də daha tez dadıxır. Yəqin ki, siz də mənimlə eyni fikirdə olarsınız. Biz əslində bu şirniyyatları Naxçıvanda çox tanınan şirniyyat mağazasından almışdıq, ancaq heç birinin dadını bəyənmədim.
Ani bir qərarla axşam yeni açılan kafeyə getməyi planladıq və bayramın son günləri ikən bu anı da dəyərləndirək dedik. Mən buranın şirniyyatını çox bəyəndim. Başda bir ədəd şirniyyat demişdim, çünki bizdə heç kim şirniyyat yeməyi sevmir. Sonra düşündüm ki, bir ədəd də şirniyyat sifariş verim, həm dadına baxım. Ümumiyyətlə mən Naxçıvanda bu günə qədər belə dadlı şirniyyat heç bir yerdə yeməmişdim, yəni Naxçıvanda. Həm sunum olaraq, həm də dad olaraq çox bəyəndim. Bir də şirniyyatların hər biri yeni idi. Əgər paylaşımlarımı bəyənirsinizsə, abunə olub, yorum yazıb, bəyənərək mənə dəstək ola bilərsiniz. Növbəti vloqlarda görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.